Şəkildə təsvir olunmuş qüvvələrin təsiri ilə 20 kök altda 13 kiloqram m bərabərdir 20 kök altda 13 kiloqram kütləli cisim hərəkət edir. Bunun üçün aşağıdakı suallara cavablandırın. İlk sualımız olacaq bizim şəkildə təsvir olunmuş qüvvələrin vəziyyətinin koordinatını təyin edin. Əvəzləyicinin koordinatını təyin eləyək. Deməli, x burada y yazdıq, bu F1 qüvvəsidir, bu F2 qüvvəsidir, bu F3 qüvvəsidir, bu da F əvəzləyicidir. F1 qüvvəsinin x oxu üzərinə proyekt x-i -1, y2 müsbət 1-dir. F2 qüvvəsinin x-i 2-dir, y2 də 2-dir. F3 qüvvəsinin isə x-i müsbət 2-dir, y2 -1-dir. Əvəzləyicini tapsaq 4-dən 1 çıxanda 3, 3-dən də 1 çıxanda 2 olacaq. Əvəzləyicinin koordinatları 3 və 2 olacaq. Əvəzləyici qüvvənin bu cismə verdiyi təcili hesablayın. Əvəzləyici qüvvənin özünü hesablasaq, F əvəzləyici bərabərdir. X-i 3, y2 olduğu üçün 3-ün kvadratı plus 2-nin kvadratı olacaq. 3-ün kvadratı eləyəcək 9 plus 4 eləyəcək kök altda 13. Və kütlə də m də bərabər idi. 20 kök altda 13. Buradan da a-nı tapsaq, F əvəzləyicini bölməliyik m-ə. Yəni kök altda 13-ü bölürəm. 20 kök altda 13-ə. 13 kök altda 13-lər gedir. 1 bölək 20 eləyir 0,5 metr bölək saniyə kvadratı. Əgər bu cismə F3 qüvvəsi təsir etməzsə, 1 və 2 qüvvələr əvəzləyicisinin koordinatlarını təyin etməliyik. F3 qüvvəsi təsir etməzsə, onda F1-inin x-i y2 yazırıq. Buraya yazırıq F1, buraya yazırıq F2, bu da olur F əvəzləyici. Deməli, F1-in proyeksiyasına şəkilə baxaq. F1-in koordinatları oldu. -1, 1, -1, 1. F2-ninki isə oldu 2, 2. 2, 2. Əvəzləyicini tapsaq, bura 1, burada 3 olacaq. Əvəzləyicinin koordinatları 1 və 3 olacaq.